Hanımların təqsiri oradadır ki, hər yoldan keçənə inanırlar və mən üzr istəyirəm, bəzi kişilərdən söhbət gedir, bilmirəm onlara kişi demək olar ya yox. Bir kişi ki, öz ailəsinə sahib çıxmır, öz xanımına sahib çıxmır, bizim leksonda ona kişi demirlər. O xanımların günahı odur ki, onlara inanırlar və onlara pənah gətirirlər və onlarla bir yola çıxırlar. O xanımların günahı böyünləri budur. Yanlış insan seçirlər. Yanlış insan seçirlər. Söhbət budur ki, dünən dedi, yanlış insan. Bu da qaynaqlanır ailədən, Bir insanın bir dəfə ailəsi ola bilər, gətirmədi ailəsi. Biz deyə bilmərik sən subağa. İkinci dəfə heç olmaya yanlış eləmə. Bunu da dedik, istər birinci ailə quranda da yanlış eləməyin. İstənilən sıradan bir insanla ailə qurmayın, sıradan bir ailənin övladı ilə ailə qurmayın. Bəli, sıradan bir ailənin qızı ilə də ailə qurmayın. Mütləq araşdırın ki, sıradan, üzr istəyirəm ifadəmə görə, küçədən keçən olmasın. Problem bilirsiniz nədir? 3 dənə, 5 dənə, 8 dənə uşaqdan sənin başına bu oyunu asmasın. Yenə kimi günahlandırdınız? Problem bilirsiniz Yox, nədir? yenə kimi günahlandırdınız? Yeni qadını günahlandırdılar. O bir mənalı Mən deyirəm ki, bu çəkən müsibətdə niyə bunlar tək qalıblar? Yenə dedilər ki, fırlandılar, gəldilər ki, yenə Yox, qadınlar. günahlandırmaq deməyək. Yəni bu kişilərə Onlar günah real həyatdır da. Real həyatdır ki, bəzi xanımlar gözü yumulu gedirlər ailə qururlar. Olmaz bir dənə, belə. Hacı Mən Hacı Gözünüzlə ailə qurmusunuz, ilahi götür görüm.